Hər bir xalqın böyüklüyü, dəyəri onun milli mənəvi sərvəti ilə ölçülür. Kino, teatr, musiqi və mətbuat tarixini Şərq və Qafqaz xalqlarından daha öncə yazmış Azərbaycan xalqı öz mədəniyyəti və milli mənəvi sərvəti ilə öyünməkdə haqlıdır. 20-ci əsrdə teatr, kino və musiqi tariximizdə baş verən intiba milli mətbuatımızda da öz silinməz izlərini qoydu. Təməli Həsən bəy Zərdabi ilə qoyulan jurnalistikamızın neçə fədailəri xalqın milli şuurunun formalaşmasında çətin olduğu qədər şərəfli yol keçdilər. Cəfər Cəfərov, Yaşar Qarayev, Nəsib Nəsibov, Aydın Məmmədov. Ömür qatarı deyilən bir söz var dilimizdə. Heç kəs bu qatarda kiminlə üzləşəcəyini, kiminlə yol yoldaşı, əqidə yoldaşı, ona düşmən kəsilənləri özü təyin etmir. Qatarın sənin üçün təyin olunduğu son dayanacağına yaxınlaşanda kimin kim olduğunu anlayırsan. Uca Tanrım lütf edib ömür qatarımda məni Mais Əlizadə ilə tanış etdi. Yaxın əyləşin dostlar. Bir Mais Əlizadə var idi. Hansı ki, sözü üçün də, özü üçün də çox darıxırıq. Adlı həyat hekayəsini birgə vərəqləyək. Bir Mais Əlizadə var idi. Çoxlarının tanıdığı və çoxlarının tanımadığı Mais Əlizadə. Ömrünün ən məhsuldar çağında xatirəyə dönən Mais Əlizadə. Jurnalistikamızın uzun dili, əqidəsinə, məfkurəsinə sadiq qalan Mais Əlizadə. Belə bir işıqlı söz adamdan danışmaq həm böyük məsuliyyətdir, həm də şərəf. Heç vaxt üzünü görmədiyim, səsini yalnız telefonda duyduğum, qələminin kəsəri ilə hələ sağlığında sevib seçilən imzası olan bu insana bir vəfa borcu olaraq haqqında dostlarının da, mənim də bildiyimiz, bilmədiyimiz xatirələri, eləcə də məqalələrindən bir qismini toplayaraq ehtiram abidəsi olsun deyə bir kitab hazırladıq. Gəlin, ilk səfərimizi Mais bəyin uşaqlıq və məktəb illərindən başlayaq. Mais'in xəsiyyəti ayrı cürdür. Nə atıya, nə annəyə oxşamayırdı. Mehriban adamdır, yoldaşları nə yaxşı idi. Nədir, söhbət eləyin, zarafatçı. Hələ də o sözlərimi tutarmış, danışırım. İndi də yoldaşlar onu istəyirlər. Otururlar bir ki, başlayırlar Mais'dan danışaq. Mais neçə ildir bunlardan ayrılıb. Danışır, yaxşı. Şirin dili, çox bilmiş bala. Onu dünyaya gətirən ana budur, ancaq saxlayan, Mais'i saxlayan olubdur əmsinin yoldaşı, böyük əmsinin yoldaşı. 10-cu sinifəcən o qadının yanında böyüyübdü, qalıbdı. O bacı deyirdi, biz hamımız bacı deyirdik, əmdostumuz o bizim. O institutu qutarıb gələndən sonra, həyat qurandan sonra Tərana xanımla, onlar təyinatla Mais Sabirabadın Qalaqan kənd orta məktəbinə təyinat vermişlər. Orada müəllim kimi, dil ədəbiyyat müəllimi. Yoldaşı Təranə də Bulduq kənd orta məktəbində, bizim Sovetliyin ərazisində. Orada dil ədəbiyyat müəllimi dərs deyirdi. Onda hər gün görüşümüz olurdu. Türkiyəyə getməmiş prezident aparatında sosioloji araşdırmalar şöbəsində işləyirdi Mais. Onda da çox görüşürdük. Deməli, ondan sonra, Türkiyəyə gedəndən sonra görüşümüz az oldu. Həmişə mənə ciddi olub. Yəni, mənim həyatda bu cür qalmağımda Mais'in rolu çox böyük. Yəni ki, intizamlı olmaqda. Atalıq eləyib də. Atalıq eləyib. O məni institutda gözümü açmağa qoymurdu. Gənc illərimi həmişə dərsə gedib evə gəl. O beləncə yox. Çox ciddi. Evdə, yəni mənə qarşı çox ciddi. Özünə qarşı da tələbkar idi. Özünə qarşı çox tələbkar idi. Məsələn, yadından çıxdı, məsələn, uzanırdı, kitab əlimə qoyur, yatırdı, sözünü qağa, dur geriyə, nədən götürüb kitab oxuyur. Yəni, o cür kitab aşıq idi. Mais qağa ilə mənim son görüşüm yadımdadır. Biz onda uşaq idik, yeni yetməydik. 9-19 idi belə. Türkiyəyə gedən vaxtında gəldi, bizlə görüşdü. Atamla əmsiddə, atam belə deyək, bağda işləyirdik, biz bostan əkirdik. Onda gəldi ki, yəni bilirdik ki, uzun müddətli gedir Türkiyəyə. Ona görə gəldi bizlə görüşdü, əmsi ilə görüşdü, hamı ilə görüşdü, sağollaşdı, getdi belə. Bu mənada mənim Mais qağa mənim xatirimdədir.
Türkiyədən gəldiyini eşitdik biz. Onda biz işləyirdik də, başqa yerdə işləyirdik, rayonda işləyirdik. Eşitdik ki, gəlib, inanırız ki, hamımız ondan ötürü, necə deyərlər, içimiz yanırdı ki, qağamızı çoxdan da görmürük də, bu həsrətlə belə. Hamı pişvazına gəlmişdi. Bəli, gəlmişdik onunla görüşdük, qəşəng, öpüşdük. Hamı da aydın məsələdir ki, göz yaşları, kövrəlmələr falan. Bura Sabirabadın Ulacalı kəndidir. Mais bəy 1961-ci il iyul ayının 25-də bu kənddə Ziyalı ailəsində dünyaya gəlib. Atası İbadullah kişini tanıyanlar adı çəkiləndə saatlarla danışmaqdan yorulmur. Bir-birindən maraqlı, real həyatda müşahidə etdiyi hadisələri qələmə alaraq 8 kitab müəllifi İbadullah müəllim haqqında elə həm yerlisi şair Səttar Qaracağlının 2015-ci il 3 iyul Muğam Şirvan qəzetində yazdığı məqaləsindəki bu sətirləri xatırlamaq kifayətdir. Səttar Qaracağlı Söz Adamı məqaləsində yazır. İbadullah müəllim hər şeydən əvvəl söz adamıdır. O həm dinlə bağlı mərasimlər haqqında düşüncələrində, həm də kəndinin adi adamlarından tutmuş, rayona rəhbərlik edən adamlar, lap geniş anlamda respublika səviyyəli tanınmış məşhur şəxsiyyətlər, siyasi xadimlər haqqında zəngin məlumatlara malikdir. Açığı, mənim üçün qaranlıq qalan bəzi məsələlərin cavabını da yazıçının kitablarından öyrəndim. Maraqlı burasıdır ki, əksər yazılarda müəllif öz gerçək müşahidələrinə, araşdırmalarına əsaslanıb. Müəllif hər şeydən yazır. İnsanlardan, həyatdan, dostluqdan, soy kökündən və hətta özündən də. Totalitar rejimin hər bir çətinliklərinə sinə gərməyi bacaran, bütün sınaqlardan alnı açıq, üzü ağ çıxan müəllifin özü haqqında dediyi sətirləri, bioqrafiyasını hər tərəfli əks etdirir. Kənddə ilk ingilis dili müəllimi mən olmuşam. Fərqləmə diplomu ilə institutu bitirən mən olmuşam. Kənddə ilk və son SSR Jurnalistlər İttifaqının üzvü də mən olmuşam. Bir daha xatırlayıram bu sözləri şair Səttar Qaracağlının Muğam Şirvan qəzetindəki Söz Adamı məqaləsindən səsləndirdik. İbadullah müəllimin Muğam Şirvan qəzetinin təsisçisi və baş redaktoru İlçin Nəsibin redaktorluğu ilə çap olunmuş bir neçə kitabının adını sadalamaq istəyirik. Ömür yolu, 79 il içində 80 il yaşamağa dəyərmi? Qan yaddaşımız, gördüyüm və görüşdüyüm adamlar, böyüklər üçün nağıllar, torpaq and yeri və s. Onun atası ilə mən yaxın dost olmuşam. Elə atası İbadullah müəllim vasitəsilə mən Mais bəyi tanımışam. Atasının 8 kitabının redaktoru olmuşam. Onun haqqında həmişə ürəklə danışardı. O öz oğlu ilə İbadullah müəllim fəxr eləyərdi. Sonradan onun əsərlərlə yaxından tanış oldum. Gördüm ki, doğrudan da publisistikası çox zəngindir. Publisistikası zəngindir və əsərləri oxunaqlıdır. Xalqın mənəviyyatını əks etdirir. Xalqımızı düşündürən, narahat edən məsələlər orada öz əksini tapır. Onun əsərlərini haqqında mənə elə gəlir ki, tədqiqat əsərləri yazılacaq bundan sonra, geniş tədqiqat əsərləri yazılacaq. Bu buna layiqdir. Fəxr edirik ki, belə bir jurnalistimiz var, belə bir el oğlumuz var. Allah biz fəxr edirik. Allah İbadullah müəllimə də, Mais bəyə də qəni-qəni rəhmət eləsin, qəbirlərini nur olsun. Fəlsəfə elmlər doktoru professor Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü Babək Qurbanov İbadullah müəllimin Ömür yolu kitabına ön sözdə yazır. İbadullah müəllimin qələmə aldığı hadisələr real həyatdan götürülüb. Məktəbin həyətinə daxil olanda ayaq saxladım. Xəyalən Mais bəy 1-ci sinifdən məktəbi bitirənə qədərki izini təsəvvür etmək üçün ətrafa boylandım. Yazın ən gözəl çağı idi. Təbiət yamyaşıl libası ilə insanın içinə huzur verirdi. Mais bəyin
Azərbaycan ədəbiyyatında varlığı bir hadisə idi. Və özü getsə də, cismi getsə də onun yazdıqları nəsildən nəslə keçəcək. Buna əminəm və məni sadəcə bugün sakitləşdirən yalnız odur. Mən onun ilk müəllimi olmuşam. Yəni ilk İngilis müəllimi olmuşuq. İngilis dili kabinetində elə Allah'tan olan kimi elə düzülüş oturmuşdular ki, oturublar həmişə ki, Əzada Maisin həmişə üzbəyiz durmuşuq. Mən yaz taxtasının qabağında, o pəncərənin qabağında otururdu. Yəni, bu qayda ilə dərslərimizi keçirdik. Əzada Mais haqqında tükənməz sözlər, söhbətlər deyəcəm. Yəni, o, necə mən müəllimimdən ixtisasımı sevib seçdiyim kimi, o da öz təhsil illərini orada yəni sevdirdi, özü özünə sevdirdi. Qutarandan sonra da, orta məktəbi qutarandan sonra da ali təhsil illəri ilə məşğul oldu. Yəni, o qədər xoş münasibətlərimiz olub ki, uşaqların içərisində onun ayrıca yeri var idi. Mais oxuduğu müddətdə nümunəvi bir şagird idi. Həm əxlaqına görə, həm biliyinə, savadına görə. Bütün uşaqlardan fərqlənirdi. Hər cəhətdən fərqlənirdi Mais. Maislə eyni vaxtda biz uşaq bağçasında olmuşuq. Ondan sonra uşaq bağçasından sonra birinci sinifə də biri gelmişik, bir parta oturmuşuq onunla. Mais tələbə vaxtında da mən gedirdim, o tez-tez yoxlayardı, o darıxardı birinci. Sonra dərsdən çıxardı günün ikinci yarısında mütəmadi olaraq hər həftədə bir-iki dəfə də görüşürdük onunla. Ona görə ki, birimiz üçün çox darıxırdıq. Ayrı yaşaya qala bilmirdik onunla. Maisin itkisi mənim üçün çox ağırdı. Çox ağır oldu mənim üçün. Mənim xatirimdədir, 5-də 6-da oxuyanda, o 6-da oxuyanda mən 4-də oxuyurdum. O gəlirdi evə, bir keç çörək yiyirdi. O humanitar kitabları düzürdü sorun üstünə, çörək yiyirdi vaxtında. Gözü ilə belə baxırdı, hamısını bilirdi, yadında qalır. Yəni, qeyri-adi yaddaşı var idi. Orta məktəbi qızıl medala yaxın sayılmağa ərəfəsində idi. Universitetdə oxuyanda da tələbə yoldaşı olmuşuq. Həm mən ona qardaş olmuşum, həm yoldaş olmuşum. O dövrdə də. Onun sənəti ancaq kitab idi. Axundov kitabxanasının üzvü idi. Gün orada keçərdi. Mais müəllim Qalaqayın kəndi orta məktəbində 2 il ədəbiyyat müəllimi oldu. Bizim həmişə rayonda bölgə iclasları keçirilirdi. Bütün fənlər üzrə. Mən Mais müəllimi orada tanıdım. Mais müəllim həqiqətən öz işinin ustası idi. Ədəbiyyat fənnini gözəl bilirdi. Söz adamı idi. Və mən bilirdim ki, Mais müəllim bu Sabirabad rayonu çərçivəsində qalmayacaq. O elmin dalınca gedəcək. Və belə də oldu. Tədqiqat yolunu seçdi. Türkiyəyə qədər yol keçdi. Və əsl turançı kimi, araşdırıcı, tədqiqatçı kimi öz sözünü dedi. Mais Əlizadə ömrünü təkcə jurnalistikanın ağır yükünə yox, Azərbaycan həqiqətlərini dünyaya çatdırılması missiyasında həsr etmiş bir söz mücahidi idi. O erməni işğalının iç üzünü açmaq üçün illərlə faktlar toplayıb, yüzlərlə şahidin səsini beynəlxalq mediaya daşıyıb. Qarabağın vandallar tərəfindən dağıdılmış, virana çevrilmiş əməllərini insanlığın yaddaşına həkk etmişdi yazıları ilə. Başkentin içerisine kadar, yani taburlar buraya kadar geldi ve Şuşa Türk özel timlerin eğittiği, hem Türk özel timleri hem de Türk özel timlerin eğittiği Azerbaycan askerlerinin süngüyle, ellerinde hiçbir silah olmadan, çünkü platodur burası Şuşa, tırmanarak kurtarıldı. Fakat 9 Mayıs'ı 10 Mayıs'a bağlayan gece Azerbaycan, Ermənistan ve Rusya liderleri, Rusya liderinin teşebbüsüyle, girişimiyle bulunan bir anlaşma imzaladılar. Bu anlaşma ateşkes imzalandı ve sınırda bekleyen, burada bekleyen Rus askeri birlikleri barış gücü adı altında 1960
asker Azerbaycan sınırları içerisinden girerek buradan Xankəndi'ne kadar ve buraların tamamını kendi kontrolü altına aldı. Maalesef burada Ermenilerin 1992 26 Şubat'ta soykırım yaptığı Hocalı kasabası da vardır. Şu anki Rus işgali altında, Rus askerlerin kontrolü altında. 5 kilometre eninde 65-70 kilometre derinliğindeki bir alan Rus ordusunun kontrolü altına geçti. Türkiye de burada kendi girişiminde bulundu. Yani Türk ordusu da olsun orada diye. 16 Kasım 2020 yılında Sayın Cumhurbaşkanı Türkiye Büyük Millet Meclisi'ne tezkere gönderdi. 2000 Türk askerin yurt dışına gönderilmesiyle ilgili. 17 Kasım'da meclis karar aldı fakat bir türlü Türk asker gidip buraya yerleşemedi. Sadece aşağıda burada işte Rus-Türk ortak 60 kişiden ibaret Türkiye'nin orada 34 asker bulunmaktadır. Şu anki sıkıntı Rus ordusunun askeri birliklerinin başlangıçta sözüm ona 1960 askerdi fakat sayısının en az 5000 olduğu belirtiliyor. Buraya yerleşerek Azerbaycan sınırları içerisinde, bak bunlar tamamen işgalden kurtarılmış bölgedir. Azerbaycan sınırları içerisinde burada bir hakimiyet kurmasıdır ve sürekli 200 küsür seneden beri Kafkasya'da izlediği politika, yani oradaki küçük milletleri birbiriyle çatıştırıp vuruşturup bundan menfaat sağlamak, daha güçlü olmak, daha oradaki kontrolü, hakimiyetini pekiştirmektir. Şu anki sıkıntının tamamı bundan kaynaklanıyor. Yani nasıl derler bize, tavşana karşı taziyat tut politikası güden Rusya şu anda nihai barışın sağlanmasına da ve buradaki izlediği politika dolayısıyla şimdi Azerbaycan burayı kapatıyor, buradan yardım göndermeye çalışıyor fakat buradan engelliyor Rusya. Bir bakıyorsunuz burayı açıyorlar, burada bir çatışma yaşanıyor. Şu anki sıkıntı Azerbaycan toprakları içerisinde yabancı ülke askerlerin bulunmasıdır. Mais Əlizadə bütün yaradıcılığı boyu müxtəlif media platformalarında yayımlanan məqalələri, reportajları ilə Azərbaycanın səsini pərdəsiz, qorxusuz, yalanın üstünə işıq salan bir güzgü kimi göstərirdi. Mais bəy üçün həqiqəti yazmaq nə şöhrət idi, nə də gündəmlik. Bu vətənə borc, gələcək nəsillərə əmanət ediləcək milli yaddaşın qorunması idi. O qələmi ilə döyüşüb xarici auditoriyalarda Azərbaycanın haqq işinə inamı gücləndirirdi. Və bugün əldə etdiyimiz böyük zəfərin tarixində Mais Əlizadənin də zərrə qədər olsa belə payı var. Çünki haqq səsini dünyaya çatdıran hər bir qələm sahibinin zəhməti bu zəfərin görünməyən amma dəyərli tərəflərindəndir. Ona görə də Mais Əlizadə həm peşəsinin fədaisi, həm də Azərbaycan həqiqətlərinin səfiri kimi yaddaşımızda yaşayır və yaşayacaq. Biz 1993 yılda Mais Bey'in şiirine alakadar olarak İstanbul'a geldik. Mais Bey Azerbaycan'da baş veren elmi, siyasi, medeni hadiselerden hiç uzaklaşmadı. Öz yazılarıyla onlara fikrini bildirdi. Hakkı, adaleti müdafaa eden yazılar yazdı. Ve hiçbir zaman hak ve adaletten, doğruluktan, doğru sözden vazgeçmedi. Ve seyahatinde biraz rahatsızlıklar baş vermeye başlamıştı. Yüreği rahatsız edildi onu. Ama hekime gitmek istemedi asla. Çok peşekar senetine, yazılarına sevdalı bir, jurnalistikaya sevdalı bir Azerbaycan vətəndaşıydı. Ama həkimə getməkdən niyəsə belki de qorxurdu. O kadar büyük yazılar yazdı ama küçük bir hekim muayenesinden geçmek istemedi. Yani Azerbaycan da bence adı Azerbaycan jurnalistikası var olacağı sürece onun adı var olacağını inanıyorum. Mais Əlizadə bizim yeni müstəqillik dövründə ulduz kimi parıldayan bir qələm adamlarından biriydi. Hem informasiya sahəsində, hem analitik yazı, hem tənqidi yazılarıyla Mais bizim jurnalistikamızın keyfiyyət daşlarından biridir. Onun ruhunda bir cumhuriyyətçilik var idi, bir azadlıq var idi. Mənə elə gəlir ki, Mais bəyin qələmi bax o azadlıqdan, o dürüstlükdən, o vicdandan, o cumhuriyyət ruhundan qidalanırdı. Çox ədalətli adam idi. Yazılarında elə nüansları verirdi ki, məsələn, çox adamın ağlına gəlmirdi. Vəzifə adamlarına, rüşvətxorlara, yolunu azmış məmurlara qarşı çox barışmaz idi. Yəni onun təkcə elə
sosial şəbəkələrdə yazdığı statuslar kifayətdir ki, biz Mais bəyin obrazını görək. Azərbaycanın bir növ belə mənəvi səfiri idi Türkiyədə. Heç ağlıma da gəlməzdi ki, bir neçə il sonra yenidən bu masaya əyləşərək Mais Hoca ilə, Mais Əlizadə ilə neçə illər məhz bu masadan canlı bağlantı qurub onun fikirlərindən faydalanmışdı. Bax, bugün 2 il, təxminən 2 il sonra bu masaya əyləşib onunla bağlı öz xatirələrimi danışıram. Onunla bağlı onun xatirəsinə əsr olunmuş film üçün. Bax, bu ağlıma gəlməzdi. Mais Əlizadə gerçəkdən, Mais hocamız bizi çox erkən tərk elədi. Ona həm bizim, həm millətimizin ehtiyacı var idi. Neçə 10 illik idi, taleyini Türkiyə bağlamışdı, qardaş Türkiyəyə. Necə ki, bizim vaxtilə Cumhuriyyət qurucularımız da özlərinə pənah kimi məhz Türkiyəni seçmişdilər. Mais Əlizadə o qədər sədaqətli idi ki, məhz bizə vaxtilə öz qələmi ilə tanıtdırdığı, bizə yox, bütün topluma tanıtdırdığı, eynən Mövsüm Əliyev kimi, Aydın Balayev kimi, Şirməmməd Hüseynov və digər Cumhuriyyət qurucularımız haqqında yazan kişilər kimi Mais Əlizadə, bax, Məhəmməd Əmin Rəsulzadənin, milli liderimizin anım günündə həyatını itirdi. Bəlkə də bu ölümü ilə belə sədaqət nümunəsini ortaya qoydu. Mən düşünürəm ki, çağdaş jurnalistikamızın adı gələndə Mais Əlizadənin adı hər zaman şərəf, ləyaqətlə yanaşı çəkiləcək. Mən düşünmürəm ki, o nə vaxtsa öz qələmini yalana qurban verib. Çox təəssüflər olsun ki, Mais bəy, Mais Əlizadə son illərə qədər bax buna qarşı da mübarizə aparırdı. Onun gözündən hər hansı bir yalan qaçmırdı və mənimlə də bölüşürdü və digər onun sayğı duyduğu insanlar da öz fikirlərini bölüşürdü. Onun həyat kredosu bax belə idi. Və mən düşünürəm ki, nə qədər ki millətimiz var, nə qədər ki Azərbaycan var, Türkiyə var, onunla da hər zaman sayğı və sevgi ilə anılacaq. Necə ki, onun da sevdiyi dostu Xəlil Rza bir zaman demişdi ki, neft nə qalacaq, nə şər qalacaq. Əsl kişilərdən əsər qalacaq. Çör-çöpü sahilə tullayır dəniz, dənizin dibində gövhər qalacaq. Mais Bey İstanbul'a Hanlar Bayramov'dan sonra gelen ilk jurnalist ve televizyon programcılarındandır. Yakın zamanda kaybettiğimiz Profesör Doktor İbrahim Yıldırım Bey ile birlikte bundan 17-18 yıl evvel otağımızı ziyaret etmiş, sonrasında da sık sık ziyaretime gelirdi. Ali Bey Hüseyinzade ile alakalı hiç kimseye konuşulmamış olayları ilk defa Mais Bey'e anlatmış ve şimdilik hiç kimseye danışılmamasını rica etmiştim. Birkaç ay sonra Mais Bey zeng eyleyerek, Kerim Bey, sizi Ali Bey Hüseyinzade'nin kızı ile Feyzaber Hanım ile rahatsız etmek istiyoruz. Müsait bir zaman ve söyleniniz zamanını söyleyin dedi. Bugün Feyzaber Hanım 90'lı yaşlarındaydı. Otağımıza gelince mehettel oldu. Kendilerine bu otağın 110 seneden beri aynen muhafaza edildiğini, babanızın 2 il 1901-1903 yılları arası Abdülhamit Han'ın zulmet ve şiddetinden, babam Hacı Baba Genceli'nin misafiri olarak burada yaşadığını ve bu olaylardan hiç kimsenin hayat boyu haberdar olmayacaklarına dair iddiaçı yemin ettiğini kızına anlattım. Dakikalarca ağladı. Bu olaydan sonra Mais Bey, Baki Fatihi Nuri Paşa'nın kabrinin açılış toplantısını Atilla Oral Bey ile birlikte organize ettiler. Mais ilk geldiği yıllarda tanıdım. İlk önce bir boya falan satıyordu, yağlı boya. Yani 90'cı yıllarda. Evet. Ondan sonra da dost olduk. Birbirimizle o bana can, ben de ona canan. Yok, ciğerim. O benim canım, ben onun ciğerim. Böyle, hitap şeklimiz öyleydi. Canım ciğerim.
sergilerinizde iştirak edirdi mi? Sergilerimde hep yazardı, evet. Evet, önemli sergiler gelir hep gazetelerde yazardı. Salam Mayıs Bey. Dəfələrlə görüşümüzün hansı bir təqdimatlar reallaşacağını düşünürdüm. Sizi burada, bu məkanda ziyarət edəcəyimə inana bilmirəm. Aylar keçir cismən yoxluğunuzdan. Sizin yoxluğunuzu ailəniz, əzizləriniz, dostlarınız bir cür çəkir. Yetim qalmış jurnalistkamız da bir başqa cür. Söz vermişdiniz ki, jurnalistkamızın 150 illik yubileyi ərəfəsində mənə geniş, həm də heç vaxt heç yerdə demədiyiniz faktları açıqlayacaqsınız. Kədərə boğan qəfil gedişiniz yetərincə sarsıtdı bizi. Ancaq mən yazılmamış müsahibəni bu sözlərlə bitirəcəkdim. Mais Əlizadə çağdaş jurnalistika tariximizdə qələminin kəsəri ilə, dürüstlüyü ilə, xeyirxahlığı ilə, təmənnasızlığı ilə örnək oldu. Bu örnəyin mayası gərgin fəaliyyət və böyük zəhmətin nəticəsi idi. Söz sənətimizdə qeyri-peşəkarları, qələmini qazanc mənbəyinə çevirənləri, jurnalist mədəniyyətindən, etikasından bir xəbərləri gördükcə yerini çox görünəcək Mais bəy. Bir Mais Əlizadə var idi. Dəyərlər uğrunda mübarizə aparan, bu yolda yıxılsa da, döyülsə də əyilməyən Mais Əlizadə. Bir Mais Əlizadə var idi. Qələmini süngüyə çevirən, jurnalistkamızın şəhid Mais Əlizadəsi. Rahat uyuyun, işıq adam, rahat uyuyun.